Cəfər Cabbarlı adına Azərbaycan Film Kinostudiyasının istehsalı. Bu film orta əsrlərin zülməti içərisində günəş kimi parlayan böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin mürəkkəb və faciəli taleyindən bəhs edir. 14-cü əsrin axırı və 15-ci əsrin əvvəllərində Azərbaycan xalqı bir tərəfdən yadilli işğalçıların, digər tərəfdən bir-biri ilə aramsız müharibələr aparan yerli feodallarla irticaçı ruhanilərin zülm və talanlarına məruz qalmışdı. Nəsimi yalnız dövrünün ictimai haqsızlıqlarına qarşı çıxan şair və insan ləyaqətini müdafiə edən humanist filosof olaraq qalmamışdı. Onun yaradıcılığında İslam qara güruhu ilə mübarizə aparıb, öz dövründə mütərəqqi rol oynayan, eyni zamanda əsrin məhdud, idealist dünya görüşü təsirindən tamam azad olmayan hürufilik hərəkatının bir çox ideyaları da öz əksini tapmışdı. Film, Nəsimi irsinin bizim üçün daha qiymətli ideyaları, zülmə və istibdada qarşı üsyan motivləri əsasında yaradılmışdır. Nəsimi Ssenarinin müəllifi İsa Hüseynov. Quruluşçu rejissor Həsən Seyidbəyli. Quruluşçu operator Rasim İsmailov. Quruluşçu rəssamlar Məmməd Hüseynov, Mais Ağabəyov. Bəstəkar Tofiq Quliyev, səs operatoru Akif Nuriyev. Rejissorlar Mamayev, Rüstəmov. Qrim üzrə rəssam Briznякov, geyim üzrə rəssam Elçin. Montaj edən Nərimanbəyova. Rejissor assistentləri İsmailov, Kazımov, Cəfərov, Şirinov, Əzimzadə. Montaj üzrə assistent İsmailova. Operator assistentləri Varnovski, Kibilov, Seklançil, Romanov. Rəssam assistenti Dağıstanlı. Quraşdırılmış səhnələrin operatoru Əhmədoğlu, rəssamı Rəfiyev. Redaktorlar Qasımzadə, Şneyr. Məsləhətçilər leksika üzrə Əli Fəhmi, Nəsiminin yaradıcılığı üzrə Quluzadə, fəlsəfə üzrə Quluzadə, etnografiya üzrə Əfəndiyev. Rolları ifa edirlər: Nəsimi, Rasim Balayev, Nəimi, İsmail Osmanlı, Fatma, Qasımova, Yusif, Xudaverdiyev, Dövlət bəy Mirzəyev, Şəms Əsgərova, Şirvanşah İbrahim Rızayev, Şeyx Əzəm Şeyxzamanov, Teymur Ləng Vəliyev, Miranşah Maniyev, Dərviş Mahmudov. Çalır SSR Kinematografiya Komitəsinin orkestri dirijor Ştilman. Direktorlar Yevdayev, Quliyev. Esselamu aleyke eyyühen nebiyyə və rəhmətullahi və bərəkatə. Esselamu aleynə və alə ibadillahi salihin. Məsciddə Şirvanşah İbrahim din xadimləri ilə birgə namaz qılır. Allahu Ekber. Bir gənc əlində bıçaq asta addımlarla arxadan ona yaxınlaşır. Rahmanirrahim Malik yevmiddin. İyyâke na'budu və iyyâke nestaîn. Dərviş qurulmuş plan əsasında ona uzadılmış bıçağı özü ilə gətirdiyi gəncə verərək Şirvanşahı vurmağı işarə edir. Allahu Ekber. Subhan Rabbil Azim ve bihamdihi. Subhan Rabbil Azim ve bihamdihi. Semi'allahu limen hamdah. Allahu Ekber. Subhan Rabbil A'la ve bihamdihi. Subhan Rabbil A'la ve bihamdihi. Allahu Ekber. Allahumma gfirli verhamni ehdini. Allahu Ekber. Subhan Rabbil A'la ve bihamdihi. Gənc sinəsində gizlətdiyi bıçağı arxadan Şirvanşahın kürəyinə sancmaq istədiyi anda özü bu qətlin qurbanı olur. Səcdədən qalxan insanların qarşısında yerə yıxılır. Kimdir bu bədbəxt? Herufidir məlun. Nəsimi tərəfdaşları ilə birgə Şirvanşahın hüzuruna gəlir. Şair Nəsimi? Bəli, hökmdar. Bunlar da Fəzlin xəlifələridir. Mən Fəzlullahın özünü çağırmışdım. Hardadır? Fəzlullah məkandır, şahım. Məkansız Allaha deyərlər. Neçə ildir Miranşah məndən Fəzlullahı tələb eləyir, vermirəm. Budur mənə təşəkkürünüz. Şirvanşah bıçağı Nəsiminin ayaqları altına atır.
Nəsimi bıçağı əlinə alıb o üz bu üzünə baxır. Sonra özü ilə gələnlərdən birinə uzadır. Tarixdə belə sui-qəsdlər çox olub şahım. Düşmən bizim aramıza nifaq salmaq istəyir. Kim? Axtarırıq. Fəzlullaha çatdır. Dan namazına qədər gəlməsə, xəlifələri edam olunacaq. Biz saraya birgə gəlmişik. Birgə döləcəyik. Əvvəl məni dinlə şah. Sonra edam buyur. Danış. Ustadımızın məramı sənin haqdır. Teymurləngin əsarətindən qurtarmaq və Azərbaycanı Şirvanın təxti himayəsində cəmləşdirmək üçün biz sənə kömək etməyə hazırıq. Ümdə şərtimiz, şah və şahın bahadırları gərək hüruf elminə istinad etsinlər. Yəni haqqı danaq? Əksinə şahım, Fəzlin kitablarını mənimsəsən, həqiqəti fəhm edərsən. Allahın birliyində deyilsə həqiqət hardadır? Cümlə aləm özü Allahdır şahım. Aləm zərrələrdən ibarətdir. Hər bir zərrənin öz bətnində xəlq etmək qüdrəti var. Mən şahım. Qılınç tutan əl lazımdır mənə. Fəzlin elminə isnad eləmədən döyüşə bilmərik. Döyüşərsiz, məğlub olarsınız. Bəs İskəndər Zülqərneyn nə ilə qalib gəlirdi? O ki sizin elmə vaqif deyildi. Bəs Sultan Bayezid, Teymur özü. İskəndər kimi Teymur da Bayezid də böyük sərkərdələrdi. Amma əskərləri acizdilər. Necə? Dünyaları fəth eləyən əskər aciz? Əskərin gücü qılıncda yox. Əqidədə olmalıdır şahım. Onların etiqadları Qur'anadır. Qur'ansa deyir insan zəif və aciz xəlq olub. Taleyi alnına yazılıb. Yəni öz iradəsi yoxdur. Heç bir şeyə qadir deyil. Bəlaya düşər olan insan bir Allaha pənah gətirməli və yalnız onun kəramətindən imdad gözləməlidir. Həqiqət isə belədir ki, Adəm din kitablarının yazılmasından çox qədimlərdə mövcud olmuş həmin xaliq zərrələrin məcmunundan insan özü xaliqdir. Amma cəhalət üzündən bunu bilmir. Elmə vaqif olub, öz xilqətini dərk edənlər deyirlər, Haqq Taala insanoğlu özüdür. Həqiqət. Belə insan yenilməzdir. İnsana etiqad et şahım. Xilasımız bundadır. Çoxdurmu belə tanrılıq iddiasında olanlar? Azərbaycanın hər yerində, Rum elində, İranda, İraqda müridlərimiz Fəzlin elmini yayırlar. Ne üçün belə geniş? Dünyanı cəhalətdən qurtarmaq üçün. Bu kafirlərin elmi ilan zəhərindən də bətərdir. Şahı mürtət edəcəklər. Divanxananın qapılarını tutun. Əflatun deyir, əgər başmaqçı kamil sənətkar olmasa, dövlət bundan o qədər də zərərli də olmaz. Cəmaat pis ayaqqabı giyər və salam. Amma uşaqların müəllimləri öz borclarını ləyaqətlə ödəməsələr, məmləkətdə cahil və yaramaz adamlardan ibarət bütöv bir nəsil peyda olar. Teymurun xəbərgir dərvişlərinin, seyidlərin nəzarəti altında sizin mədrəsələrdə dərs deməyiniz qeyri-mümkündür. Siz şəriəti kökündən qoparırsınız. Şəriət Teymurun əlində qəsbkarlıq silahıdır şahım. Biz onun silahını sındırmalıyıq. Verin kitabları. Kitablar hamısı bir yerdə Cavidannamə adlanır. Kainat, insan və idrak haqqında əbədi həqiqətlər. Oxuyarsan bu kitabları... Və Allah olaram. Elmli və ədalətli şah 2 qat Allahdır. Müridlər saraydan çıxmaq istərkən Şeyx Əzəmin göstərişi ilə həbs olunurlar. Tutun kafirləri. Bunu eşidən Şirvanşah dolama dəhlizlərdən keçərək və pillələri enərək əsəbi halda Şeyx Əzəmin yanına gəlir. Və xatirinə şah qayıt, bu adamlar yandırılacaqlar.
Bəlkə Əmir Teymura hədiyyə göndərəsən onları və mənim hürufilərlə əlaqəmi sübuta yetirəsən. Qulaq as Şeyx Əzəm və ömürlük yadında saxla. 12 il bundan əvvəl Şirvan cəmaatı qiyam qaldırıb, Şirvanşah Huşən Kəsranini qətlə yetirdi və kasıb bir rəncbəri təxtə çıxartdı. O vaxtdan mənəm Şirvanşah, İbrahim əvvəl, ikinci şah yoxdur. Mən hökmranlıq iddiasında deyiləm şah. Kimdir bu adamlar? Peyğəmbər evladı, seyidlərdir. Şirvanşah gələnlərdən birinin əbasını qaldırır, silahı göstərir. Peyğəmbər evladı qılınc gəzdirir. Mən bu adamları 7 il bundan əvvəl Bakı cəvarında, Toxtamış xanla müharibədə Miranşahın ordusunda görmüşəm. Mən Əmir Teymurla müttəfiqəm, şeyx. Və Teymura sədaqətimi minlərlə əskərimin qanı bahasına sübuta yetirmişəm. Miranşaha çatdır. Müttəfiqlərinin işinə qarışmağı Teymur heç kəsə bağışlamır. Hətta öz varislərinə də. Şirvanşah bunu deyib ovcunu açaraq Şeyx Əzəmdən açarları verməsini istəyir. Şeyx Əzəm açarları Şirvanşahın ovcuna qoyur. Gecədir. Miranşah bir neçə keşikçi ilə birgə məscidə şeyxin yanına gəlir. Şeyx Əzəm onu qarşılayır. Danış. Sənin təxminin düz çıxdı evladım. İbrahim hürufillərlə müttəfiqdir. Fəzlullahın 5 xəlifəsini birdən tutdum onun yanında. Sən tuttun, o da bıraxdı. Bəs atama necə sübut edəcək İbrahimin xəyanətini? Sübut var. Fəzlullahın kitabları məndədir. Uzaq yoldan gəlmirsən, dincəl evladım. Bağışla. Qul qaravaş saxlamıram. Özüm Allah qulu ikən heç kəsi qul eləmək istəmirəm. Bax gör, gəldiyimi görməyiblər ki. Özün get. Bu söhbəti şeyxin qızı Şəms pərdənin arxasından eşidir. O, getmək istərkən Miranşah otağa daxil olur. Dayan. Kimsən belə? Şeyxin qızı, Adın nədir? Şəms. Günəş. Bəs niyə salam vermədin? Kişilərlə haqq salamım yoxdur. Mən Miranşaham. Əmir Teymurun oğlu. İranın, Azərbaycanın hökmdarı. Deməli, sənin də hökmdarınam. Mənim yeganə hökmdarım var. O da mən özüməm. Dayan. Yaxın gəl. Şəms ona yaxınlaşır. Miranşah onun əlindən tutub yanında oturdur. Yorulmuşam. Ayaqlarımı yiyor. Nəyin ki sənin, Miranşah? Sənin Allahın da ayağını yumaram. Çox gözəl. Adı Günəş olan, yüksəkdə gərək qərar tutsun. Mən səni özümdən aparmalı oldum, Şəms. Bu vaxt şeyx gəlir və bu söhbəti eşidir. Gəldiyini görüblər. Şeyx kitabları Miranşaha vermək üçün rəfə yaxınlaşır. Müsibətə bax, kitablar yoxa çıxıb. Bu nə cadudur? Bu xaniyə məndən başqa heç kəs ayaq basmır. Heç kəs, əsbafət. Mənim öz qızım. Günah eləmə evladım. Miranşah çıxmaq istərkən qarşısında bir nəfərin dayandığını görür. Çıx get buradan. O kimdir? Şirvan Bahadırı Dövlət bəy. Xoş niyyətlə gəlmiş olsaydın, sən saraya gələrdin. Şahın hüzuruna. Məscidə yox. Xoşluqla get. Sən mənim əskərlərimdən hansınızsa xoşbəxt elədin Dövlət bəy. Kimsə sənin başın ağırlığında qızıl alacaq. Kitablar hardadır? Etibarlı əllərdədir. Miranşah ata minib əmr edir. Şeyxin qızını! Şeyx qızına yaxınlaşır. Gəl halallaşaq evladım. Niyə ata? Kim ayırır bizi? Miranşah səni tələb eləyir. Mən İbrahimin hürfilərlə əlaqəsini sübut eləyə bilmirəm. Mənim özümü kafirlərlə əlaqədə təqsirlandırır. Keşikçilər Şəmsi aparır. Ata! Şeyxin gözləri yaşarır. Mən acizəm qızım.
Nəimi geniş bir meydanda tələbələrinə dünya haqqında anlayışlarla bağlı bilgilər verir. Dünyanın idraki ise cismilerin hılgatının öğrenilmesinden başlanır. Her şey, cennet de cehennem de bu dünyadadır. Kıyamet günü ve ölülerin dirilmesi barədə iddialar uydurmadır. Əflatunun dilimizə tərcümə olunan kəlamları, Fəzlin kəlamlarının əksi nədir? Onda bəs niyə deyirlər ki, Fəzl elmini Əflatundan götürüb? O iddiada uydurmada oğlum. Eflatun'a göre güzellik dünyanın haricindedir. Bize göre ise güzellik dünyanın özünde ve insandadır. Kamil beden ve menalı sıfat secdeye layık. Bu vaxt Nəsimi də gəlir. Nəsimi gəldi! Nəsimi səfərdən qayıtdı! Dostları onu qarşılayır və Nəiminin yanına gəlirlər. Bu tehlikenin içinde Semerkant'ta galebeni ömrüm boyu unutmayacağım. Gözüm nur. Ustad, burada bir balaca mübahisəmiz düşüb. Günahkar bir hikmət sahibi iddia eləyir ki, güya ən kamil insan da günahsız keçinə bilməz. O hikmet sahibinin günahı neden ibarettir? Sevir. Hakiki sevgi günah değil. Seven bahadır günah hakkında fikirleşirse demeli işleri körlüyor. Akli ihtirasına galip gelen adam melek misaldır. İhtirasları akline galip gelenler ise vəhşidirler. İnsan müdam kamilleşir. Akl ile ihtirasının vəhdəti yaranır. Böyle bir insan tesadüfi ve müvekkati eğlencelere uymur. Sevende bütün varlığıyla ve hemişelik sevir. Ustad, ən böyük günah nədir? Nadanlık. Ustad, qəzəl istəyirik. Aşıqane. Şehir Sultanı İmadəddin Nəsimi olan yerde ben gazel demirəm. Xahiş elərik isteğinizi yerine getirsin. Yusuf oğlum, varisi çağır gelsin. Yusif Fatmanın ardınca gedir. Fatma onu görcək, əsəbi halda yerindən qalxır. Mən Bakıya qayıdıram. Bakı Topalın xəbərgirləri ilə doludur. Nə vaxta qədər mən bu karvansaralarda çürüməliyəm. Taytuşlarım hamısı şəhər bə şəhər, ulus bu ulus gəzir, məclis qurur. Bəs mən nə üçün buradayam? Bırax məni. Fatma, Fəzil səni rəsmi varis elan edib. Biz səni qorumalıyıq. Dörd divar arasında, kişi paltarında. Nə vaxta qədər? Bir də ki, Fəzilə qulluq eləmək, qayğısına qalmaq. Yalan deyirsən. Atam ömrü boyu səyahətdə olub, məhrumiyyətlərə alışıb. Heç kəsin qayğısına ehtiyacı yoxdur. Atama görə saxlamırsan sən məni burada. Mən bilirəm. Açığın deyim. Sən qəddar adamsan, öz nəfsini güdürsən. Nəsimi gəlib. Kör deyiləm. Hər şeyi görürəm. Ancaq səni şəhərə buraxmaq olmaz. Anayın başına gələn sənin də başına gəlsə, Fəzli dözməz bu dərdə. Hamı diqqətlə Nəsimiyə baxır. Nəsimi isə nəzərlərini Fatmaya dikib. Üzünü məndən nihan etmək dilərsən. Etmə geyl. Gözlərim yaşım rəvan etmək dilərsən. Etmə geyl. Yandırırsan könlümü eşqində. Məlum oldu kim, anı rüsvayı cahan etmək dilərsən. Etmə geyl. Çünki eşqin məskənidir könlümün viranəsi. Həsrətani məkan etmək dilərsən. Etmə geyl. Çün yəqin bildi nəsimi eşqini oldu ғəni. Ol yəqini sən güman etmək dilərsən. Etmə geyl. Sən, haqq
Taala insanoğlu özüdür. Teymurlenk atın belində ordusu ilə birlikdə əsir götürdükləri insanlar və kənd cəmaatı ilə qayalıqların arasından çay yolu ilə yollarına davam edirlər. Bu zaman qayalıqların başından qaya parçaları aşaraq yeri göyü toz dumana bürünür. Cəmaat haykü ilə pərəmpərə düşür. Teymurlenk hər tərəfi diqqətlə izləyir. Hökmdar, dağda adam var. Qayaları ordunun üstünə tökürlər. O insan işi değil. Yoldan çıkmayın. Yoldan çıkmayın! Yoldan çıkmayın! Yoldan çıkmayın! Hey! Yoldan çıkmayın! Bir neçə gənc adamları qayaların arasına doğru istiqamətləndirir. Benim güzel paçalarım, heç kimə vermərəm sizi. Hiç olmaz qalaya aparıram sizi. Emrahsız gedib Nurəli, dala qalma! Hürufiliyi qəbul edən gənclərə yeni libas və taxta qılınc verirlər. Mübarəkdir. Fəzli haqdır. Mübarəkdir. Fəzli həqdir. Darban daşdan müqayət ol. Gələnlərin səs-küyünə hamı o səmtə boylanır. Kişilər qadınların qalaya çatmasına kömək edir. Abdullah kişi oğullarını danlayır. Burdur yeyipsiz, birdən ordunuzun döndərib bu tərəfə. Ondan inərik. Teymurlan İrəmə türküsüdür atacan. Dağla daşla işi yoxdur. İşi yoxdur. Qorxu qalmayıb canınızda yol. Qorxu. Deməli divlə döyüşə bilərlər. Hə? Div? Nə div? Div yəni cahil adam. Yəni Səndən soruşmuram. Mirəli